bir cüt qanterlə əzələ qruplarımıza işləyirik. Part 2. Bugünkü əzələ qrupumuz sinə əzələsi olacaq. Adətən bunu sinənin orta hissəsi, üst hissəsi, alt hissəsi deyə bölürlər. Amma sinəyə işləyə biləcəyimiz iki cür hərəkətlər mövcuddur. Pres hərəkətləri və yana asış hərəkətləri. Bugün iki hərəkətlə sinə əzələmizi maksimum şəkildə aktiv edəcəyik. Birinci hərəkətimiz sinəmizin üst hissəsi üçün olacaq. İlk növbədə benci 30 dərəcə bucağında ayarlayırıq. Ondan sonra özümüzə uyğun bir qanter seçirik. Hərəkəti icra edərkən diqqət edəcəyimiz ən böyük nüanslardan birisi dirsəyimiz bir qədər içəri doğru baxacaq. İkinci hərəkətimiz isə yana asış hərəkəti olacaq. Aparatı özümüzə uyğun ayarlayırıq. Özümüzə uyğun bir çəki seçib hərəkəti icra eləməyə başlayırıq. Bu iki hərəkəti işləyərək sinə əzələnizi maksimum şəkildə aktiv edə bilərsiniz. Mən Hüseyn Nəsirov, fərqli videolar çəkərək bütün idman təcrübəmi sizinlə bölüşürəm. Başqa nəzir videoların gəlməyini istəyərdiniz, şərhlərdə mütləq qeyd edin.